Hörmətli izləyicilərimiz, mən Vüsal Kəlbəcəri 18 kitab müəllifi, Qızıl Qələm mükafatı. Bu günlərim Azərbaycanımızın çox gözəl bölgəsi olan biz Lerik rayonunda. Lerik rayonunda qabaqcıl, nümunəvi müəllimləri dəfələrlə çəkiliş eləmişik, təqaüddə olan müəllimləri. Bu günlərim çox gözəl, dağların qoynunda yerləşən Nisli kəndindəyik. Nisli kəndində həyatının 40 ildən çoxunu təhsilə fəda vermiş müəllim, gözəl ağsaqqalı, gözəl ziyanlı sizlərə təqdim eləmək istəyirəm. Müəllim, adınız, soyadınız? Nəbiyev Qurbi Şaşıroğlu. Çox gözəl. Neçə ildir təhsil sahəsində çalışmışsınız? 43 il. 43 il təhsil sahəsində canınızı fəda vermişsiniz. Hansı fən tədris eləmişsiniz? Mən ibtidai sinif müəllimi, sonra da fizika fakültəsini bitirdim. Çox gözəl. Çağdaş təhsil komandası olaraq biz də sizə sağ ol deyirik, dərin təşəkkür bildiririk və biz sizin haqqınızda geniş şəkildə məlumatlar almışıq. Siz gözəl atasınız, gözəl babasınız. Övladlarınızın yaxşı təhsil almaq üçün, nəvələrinizin yaxşı vətəndaş olmaq üçün, dərs dediyiniz şagirdlərin yaxşı vətəndaş olmaq üçün əlinizdən gələn əsirgəməmisiniz. Ona görə sizə öz adımızdan sağ ol deyirik. Bugün 4 sentyabr 2025-ci ildir. Nəvələrinizə, övladlarınıza özürək sözlər nə deyə bilərsiniz? Yaxşı oxusunlar, vətənə layiqli övlad olsunlar, təmiz və vicdanlı olsunlar. Çox gözəl. Neçə övladınız var müəllim? 6 övladım var. Adları? Böyüklər qız uşaqlardır, Nuranə, Təranə. Sonra 4 uşağım oğlan uşaqlardır, Mehman, Əziz, Azər, Aqil. İşlədiyim müddət ərzində heç vaxt mən şagirdlərimi dəftər gətirməyib, qələm gətirməyib deyə sinifdən çıxartmamışam. Həmişə əlavə sinifimdə dəftərim də olub, qələmim də olub. Vermişəm ki, şagirdlərdir. Bunlar bəlkə bəhanə gətirir və yaxud da ki, həqiqətən yaddan çıxır. Həmişə onlara təmənnasız olaraq dəftər, qələmi paylamışam. Çox gözəl. Ondan da əlavə, bu gənc müəllimlərə bir neçə kəlmə demək istəyirəm ki, elə işləmək lazımdır ki, pensiyaya gedəndə onun şagirdlərindən heç olmasa bir neçəsi müəllimin pensiyaya gedir deyə kövrəlsinlər. Əzizləsinlər ki, bu müəllimimiz məktəbdən ayrılır. Mən elə bir müəllim olmuşam ki, məktəbdən çıxanda mənim şagirdlərim mənim üçün ağlayıblar ki, müəllimimiz pensiyaya getdi. Bütün gənc müəllimlərə də tövsiyəm budur ki, elə işləsinlər ki, onların şagirdləri onları sevsinlər. Çox gözəl. Biz də siz adımızdan dərin təşəkkürünü bildiririk, minnətdarını bildiririk. Və o gün olsun ki, inşallah sizin nəvələriniz də siz kimi vətənimizin dəyərli vətəndaşı olsunlar. Təşəkkürlər, minnətdarım.